Ən güvənilən bürclər adətən etibarlılığı, dürüstlüyü və məsuliyyəti ilə seçilənlərdir. Astrologiyada aşağıdakı bürclər ən etibarlı hesab olunur. Ovlaq. Məsuliyyətli və disiplinlidir. Verdiyi sözə sadiq qalır və sirr saxlamağı bacarır. Güvənli və uzun müddətli dostluqlar qurur. Buğa. Sabit və etibarlıdır. Dəyişiklikləri sevmədiyi üçün münasibətlərdə sabit qalır. Verdiyi vədlərə əməl edir. Xərçəng. Ailəyə və dostlarına bağlıdır. Duyğusal və anlayışlıdır. İnsanları incitməməyə çalışır. Güvən və sədaqət onun üçün vacibdir. Qız. Dəqiq və analiz qabiliyyəti güclüdür. İnsanlara kömək etməyi sevir və onlara verdiyi dəstəyi yarımçıq qoymur. Sir saxlamağı bacarır. 5. Şir. Dürüst və açıq fikirlidir. Dostlarına və ailəsinə qarşı sədaqətlidir. Liderlik xüsusiyyətinə sahib olduğu üçün etibarlı bir dəstəkçidir. Bu bürclər etibar və sadiqlik baxımından ön plandadır. Təbii ki, hər insanın xarakteri fərqlidir. Amma astrologiyaya görə bu bürclər güvənməyə daha çox layiqdir.